Sabir Əhmədli, dərs hekayəsi. Əsər 20 yanvar faciəsinə həsr olunmuşdu. Məktəbin direktoru çıxışda pilləkən başında dayanıb, gözünü darvazaya dikmişdi. Siniflər boş idi. 5-10 şagird gəlmişdi. Onlar da dəhlizdə, həyətdə harasa gözdən itmişdilər. İçəridə bir neçə müəllim var idi. İkisi də gəldi. Rəng ruhları qaçmışdı. 15 dəqiqə əvvəl Şərifzadə küçəsi ilə Kiyev prospektinin kəsişməsində avtomat atəşi qopmuşdu. Nəqliyyat işləmirdi. Avtobus olmadığı üçün müəllimlər piyada gəlmişdilər. Nə atışma idi, deyə direktor soruşanda müəllimin dilli dilavəri cavab verdi ki, tankdan atırdılar. Tank üstündə soldatlar var idi, yerdə də atırdılar. Amma kimə və niyə atdıqları bilinmirdi. Bir jiguli ötdü, onu vurdular. Hara gəldi atırlar, deyə digər müəllim əlavə etdi. Gündüzün gün ortasında bu qudurmuşların belə iş tutacaqlarına inanmırdılar. Müəllimin biri bildirir ki, gələrkən lap yaxınlığımızda dalbadal güllə atəşinə tutdular. Qaçıb bir təhər yaxınlıqdakı evin blokuna girdik. Neçəsi də dükana, mağazaya soxuldu. Direktor xətər yetirmədi, deyə soruşur. Müəllimin biri cavab verir ki, vallah bilmədik, ötüb gedəndən sonra biz də evlərin arasından qorxa-qorxa gəlmişik. Bu qədər atəş açdılar, qırdılar, ürəklər soymadı, deyə öz fikrini bildirir. Direktor getdi. Sipariş göndərib, bu vəziyyətdə müəllimlər məktəbə gətirdiyi üçün özünü təqsirkar bildi. Amma üstünü vurmadı. Müəllimlər də direktorun ardınca sinifə keçdilər. Dərsə davamiyyət adı altında direktor bir ayaqüstü yığıncaq keçirəndə iki rəfiqə müəllimdən biri dilləndi ki, nəqliyyat işləmədiyi üçün yollar qarışıqdır. Belə halda körpə uşaqları məktəbə gəlməyi təhlükəlidir. Digər müəllimə dedi, hələ atışma gedir bəzi yerlərdə də. Başqa bir müəllim əlavə etdi ki, Alatavada bərk atışma olubdur. Xəsarət almamış bir ev yoxdur. Ölənlərin neçəsini şəhidlər xiyabanında dəfn ediblər. Direktor isə bildirdi ki, məktəb işləməli, dərs keçirilməlidir. Haqsız yerə qan tökülmüş, evlərə yas düşmüşdür. Amma bu bizim ruhumuzu öldürməməlidir. Hamı bilirdi ki, komendant kəskin şərt qoymuşdu. Bütün maarif müəssisələri, uşaq bağçaları, körpələr evi işə başlamalıdır. Uşaqlar məktəbə, körpələr bağçaya, körpələr evinə verilməli idi ki, valideynlər də arxayınlıqla zavodlara dəzgah arxasına getsinlər. Xəbərdarlıq edilmişdi ki, hansı məktəb işləməsə, Bakı komendantlığı bunu itaətsizlik kimi qiymətləndirəcək. Həmin məktəb, həmin maarif şöbəsi barədə ölçü götürəcək. Direktor müəllimlərdən rica etdi, yalvardı. Qorxurdu ki, vəzifəsini itirər. Partbiletini alarlar. Müəllimin biri dilləndi ki, ay yoldaş direktor, sən niyə əsirsən? Partbiletlərdən mərkəzi komitanın qabağında tonqal qalamışlar. İnsanlar günahsız yerə gülləyə qurban edilirdi deyə hər gün şənbə gecəsini bir-birindən dəhşətli sorağı söylənilirdi. İkinci növbənin uşaqlarının axırıncı dərsləri qaranlığa düşürdü deyə onların gəlişi daha çətin idi. Gülzar müəllimənin sinifi ikinci növbə idi. Direktor Gülzar müəlliməyə sənin uşaqların gəliblər deyərək ürəyində müəlliməyə minnətdarlıq etdi. Tapşırılmışdı ki, söhbət aparın, uşaqları sakitləşdirin, qaranlığa saxlamayın. Əslində bu neçə gündə nə müəllimə şagirdlərdən bir xəbər tuta bilmişdi, nə də şagirdlər öz bəstəboy istəkli müəllimələrindən. 32 şagirddən 18-i gəlmişdi. Gəlməyən şagirdləri üçün boş qalmış partalar sanki at çəkirdi. Gülzar müəllimə, necə gəldiniz uşaqlar, deyə soruşdu. Elə bil ki, nə qanlı atışmalar olmuşdu, nə də bir həftə idi ki, uşaqlar dərsdən qalmışdılar. Müəllimin həminki paltarda, həmin ahənglə verdiyi sualdan uşaqlar çaşbaş qaldılar. Gülzar müəllimə ən danışqan oğlana göz qoydu. Bu, harda nə baş versə o dəqiqə gəlib Gülzar müəllimənin ovcuna qoyan məqsəd idi. Məqsəd aydın və sənubərlə üçünü bircə gəldiyini söyləyir. Müəllimə onların məhəlləsində sakitlik olub-olmadığını soruşanda məqsəd cavab verir ki, müəllimə, qapımızın lap ağzında bir tank dayanıbdır. Müəllim məqsədlə bir partada oturan Sonanın niyə gəlmədiyini xəbər alır. Kimsə dilləndi, amma qəhər onu boğdu deyə cavab verə bilmədi. Məqsəd cavab verdi ki, bəs Sonanın qardaşı ölüb. İlk partada təhcə əyləşmiş Zivər soruşdu ki, müəllimə, siz şəhərdə xiyabana getməmsiniz, Sonanın qardaşını orada dəfn ediblər, şəkildə qəbrin üstündədir. Hamı sustu. Müəllimənin ağlına gəldi ki, uşaqların yaxınlarından kimsə həlak olarsa, gərək ki, bir dəqiqəlik sükutla ayağa qalxaydılar. Müəllimə boş partalara baxmaqdan çəkinir, nəsə soruşmaq istəmirdi. Məqsəd dilləndi ki, Qədirin dəmisi Tiflis prospektində tankın altında qalıb.
Müəllimə görürdü ki, uşaqlar balaca olsalar da ürəkləri deyəcək sözlərlə dolu idi. Məqsəd dedi: "Müəllimə, qəzetlər düz məlumat vermir. Yalnız başda ölənlərin sayı 300-dən çoxdur. Komendant gizlədir. Atam deyir ki, ölənlərin sayı 100-dən keçsə, gərək bu işə BMT-də baxılsın." Sonra yenidən əlavə edir ki, "And olsun Allaha, atam canı öz gözümlə gördüm. Yalan demirəm." Əlini salıb çantasından qəzetə bükülmüş ağır bir şey çıxardıb icazəsiz aparıb qoydu müəllimin masasındakı sinif jurnalının üstünə. Müəllim qəzeti araladı və məqsəddə nə olduğunu soruşdu. Məqsəd bunların tankdan atıldığını, küçələrində də bundan çox olduğunu, evlərində də hələ bir neçəsinin olduğunu dedi. Tankların bu cür daşı atmağı müəlliməyə uydurma kimi gəldi. Bir əlli qaldırdı, gücü çatmadı. İki əli də qaldırmağa utandı. Hamar daş lüləsi təkər kimi masanın üstündə dığırlananda məqsəd əl atıb daşı saxladı. Kimin ayağının üstünə düşsəydi sındırardı. Müəllimə bu ağırlıqda daşı çantasına qoyub, niyə məktəbə gəldiyini soruşmamış, məqsəd cavab verdi ki, gətirmişəm ki, sərgimizə qoyaq. Məktəbdə hər sinifin öz guşəsi var idi. Tapdıqları, düzəltdikləri əşyaları ora qoyurdular. Məqsəd bir bayatı yazdığını desə də, müəllimə gedib yerində əyləşməsini bildirir. Məqsəd bu dəfə, "Uçaskovumuzu da öldürüblər müəllimə", deyir. Müəllimə əslində bu xəbəri bayaq kimdənsə eşitmişdi. Uşaq elə bil ki, qəsdən bir də söyləyir ki, məktəbimizə gələn o kök kişi var idi, ha, bax o, bizim məktəb onun sahəsi idi. Sözünə davam edir ki, bir oğlanı avtomatla əskərin biri avtomatın qundağı ilə vurub yıxanda, Uçaskov maşından oradan keçən olubdu. Saxlayıb deyib ki, onu niyə vurursan? O da avtomatla nişan alıb Uçaskovunu vurub. Bu hadisə dünən olub. Axırıncı dərsi keçmədilər ki, qaranlığa düşməsinlər. Müəllimə tiskinli havada sinifini böyük işlək yolun o tayına keçirtdi və dönə-dönə ehtiyatlı olmalarını tapşırdı. Alatavada uşaqlar keçmiş daş çarxanasının yerində əmələ gəlmiş qanlı gölün yaxınından keçən cığırdan uzaqlaşdılar. Uşaqlar həm ürəklərini boşaltmışlar, həm də gətirdikləri o qəlpə-qülpəni, daş mərmilərini də məktəbdə qoyub getmişdilər. Direktor tapşırmışdı ki, atışmadan nə düşüb qalsa, gətirsinlər məktəbə. Məktəbin qapısına bir neçə maşın gəlmişdi. Moskvich Jigulilərin qanadı əzilmiş, burnu ovulmuşdu. Salamat olanları da var idi, zədə almışları da var idi. Maşınların zədə yerlərinə vurulmuş astar zamanla quruyacaq, üstdən rəngi vurulanda isə bilinməyəcəkdi.